Koreyada heç nə gözlədiyim kimi olmadı. Amma ilk başda müsbət şeylərdən danışım. Onu deyim ki, Koreyanın təbiətini, mədəniyyətini və insanların adət-ənənələrə bağlı olmağını çox bəyəndim. Seul və Busan şəhərlərində oldum. Busanı daha çox bəyəndim. Yəqin sahil kənarı, rəngarəng, sakit şəhərləri daha çox sevdiyim üçün. Amma Koreyadan gözləntim daha yüksək idi. Bunları sizinlə də bölüşüm. Birincisi, Koreyadan da daha yaxşı inkişaf gözləyirdim. Həmişə Koreyanı Yaponiya ilə müqayisə edirlər. Amma Yaponiya Koreyadan çox-çox öndədir. Məsələn, ictimai nəqliyyatdan istifadə Yaponiyadakı kimi avtomatlaşdırılmayıb. Hətta avtobus kartını burada mütləq şəkildə nəqd pulla doldurmalısınız. Üstəlik, bir çox yerdə öyrəşdiyimiz birbaşa bank kartları ilə transportda ödəniş etmək olmur. Elmi-texniki inkişafdan danışdıqda isə Çindəki kimi robotları burada hər yerdə görmək mümkün deyil. Sürət qatarlarına gəldikdə Yaponiyanın və Çinin sürət qatarları daha yaxşı. Yaponiyada görüb də şoka düşdüyümüz o növbə mədəniyyətini təəssüf ki, burada görmədim. İnsanlarını isə daha mehriban və daha güləriz təsvir eləyirdim. Çox təəssüf ki, turistlərə qarşı burada çox böyük aqressiya var idi. Üstəlik bu pasport kontroldan başlayıb, restoran, otellər və digər yerlərdə də davam edir. Ümumilikdə bir dəfə gedib görməyə dəyər. Gedin və qərarı özünüz verin.